Salam, hörmətli müəllimlər. Bizim bugünkü dərsimiz tarix fənninə həsr olunur. Biz bugün Talib Talibunun təqdimatında Avropada reformasiya mövzusu və ona dair müxtəlif test tapşırıqlarının izahı ilə tanış olacağıq. Salam Talib müəllim. Salam. Talib müəllim, bildiyimiz kimi tarix fənnində digər fənlərdə həmçinin olduğu kimi suallar inteqrativ şəkildə, yəni müxtəlif məzmun sahələrini əhatə edərək verilir. Bugün bu mövzuya toxunacağıq, Avropada reformasiya. Bu mövzuya xüsusilə bir aydınlıq gətirmənizi istəyərdim ki, niyə məhz bu mövzuya toxunulur və bu mövzunun ümumiyyətlə sertifikasiya prosesində əhəmiyyəti nədən ibarətdir? Salam, hörmətli müəllimlər. Deməli, Avropada reformasiya mövzusu digər mövzularla müqayisədə təyinatı bir qədər fərqlidir. Burada səbəb, gediş, nəticə əlaqələrinə daha çox fikir vermək lazımdır və bildiyimiz kimi reformasiya 16-cı əsrdə Avropada olan dini siyasi bir hərəkatdır. Adi bir müharibə deyil, ümumi sistemi əhatə edəcək, sistem dəyişikliyini özündə ehtiva edəcək bir hərəkatdır və onunla bağlı da biz bugün sual nümunələrdə təqdim edəcəyik ki, hörmətli müəllimlər nələrə diqqət yetirsinlər. Təşəkkür edirəm ətraflı informasiyaya görə. Buyurun artıq mövzunun izahına və test tapşırıqlarına keçə bilərik. Bəli. Bayaq dediyimiz kimi reformasiya mövzusunun təyinatı digər mövzulardan tamamilə fərqlidir və burada bu hərəkatın, dini siyasi hərəkatın başlamasının müxtəlif səbəbləri var və ilk olaraq bu hərəkat Almaniyadan başlamışdır. Bunun Almaniyada başlamasının siyasi, iqtisadi, sosial və dini səbəbləri var idi. Biz bu mövzunun üzərində daha çox dayanmayacağıq, ümumi istiqaməti verək və sonra sual nümunələri əsasında təqdim eləyərik. Siyasi əsas səbəb o idi ki, Almaniya dağınıq halda idi və burada Katolik kilsəsi özbaşınalıq eləyirdi və Almaniyanın dağınıq halda olması Katolik kilsəsinin burada əl-qolunu açırdı və bu özbaşınalıqlar artıq xalqın səbir kasasını coşdurmuşdur. İqtisadi səbəb isə demək olar ki, Almaniyadan gələn gəlir mənbələri hamısı Papanın, belə deyək də, cibinə gedirdi və buradan olan gəlirlərin xalqa heç bir xeyri yox idi. Sosial səbəblərə diqqət yetirsək, burada Katolik kilsəsinin yenə özbaşınalıqları var idi. Xüsusilə Latın dili ilə bağlı Almanlılığı ortadan qaldırmaq üçün Latın dilini daha çox yayırdılar. Dini səbəblərə diqqət yetirsək, burada demək olar ki, indulgensiya, cənnət qəbzləri deyirik biz buna. Bu alveri daha da genişlənmişdi və xalqı aldadıb bu yolla öz ciblərini doldururdular və müxtəlif proseslər baş verir bundan sonra və müxtəlif proseslərin sonucunda reformasiya demək olar ki, Almaniyada uğurla başa çatmış, Avropanın bir çox ölkələrində uğurla başa çatmış hesab oluna bilər. Bunun iki əsas səbəbi var, siyasi hakimiyyət və mətbə. Nədir bunların rolu? Siyasi hakimiyyət odur ki, Almaniya bu dövrdə dağınıq halda idi və knyazlar özü də Roma papasına qarşı mübarizə aparırdı. Martin Luther'in rəhbərliyi ilə bu hərəkat ki başladı, siyasi hakimiyyət Martin Luther'ə dəstək çıxdı və onu müdafiə elədi. Mətbəənin rolu nədən ibarətdir? Mətbəənin rolu bu dövrdə, yəni 15-ci əsrin ortalarında Avropada mətbəə çapı yeni başlamışdı və bayaq dediyimiz səbəblər ki var idi, Roma papasının özbaşınalığa qarşı mübarizə aparılırdı. Mətbəədə müxtəlif qəzetlər, məqalələr, kitablar çap olunurdu və Alman xalqına təqdim olunurdu ki, onlar baş verən proseslərdən xəbərdar olsunlar. Bu sanki bir təbliğat vasitəsi idi mətbə. Buna görə də reformasiya uğurla başa çatmış hesab oluna bilər. Biz indi reformasiya ilə bağlı sual nümunələri ilə tanış olaq. Sualımıza diqqət eləyək. Avropada 11-ci əsrin 50-ci illəri və 16-cı əsrin 50-ci illəri tarixində baş verən hadisələrin mücəhidi. Burada diqqət yetirəcəyimiz ilk məqam 11-ci əsrin 50-ci illəri 1050-1059 aralığı, 16-cı əsrin 50-ci illəri isə 1550-1559 aralığında baş verən hadisələri əhatə eləyir. Bəndlərə diqqət eləyək. Burjuaziyanın kilsənin tərəfində vuruşması. Bu ancaq 16-cı əsrə aiddir. 11-ci əsrdə hələ burjuaziya yox idi. Kilsənin Osmanlı dövlətinə qarşı müharibələri maliyyələşdirməsi bu sonraki dövrlərdə və yaxud 16-cı əsrdə ola bilər, ancaq 11-ci əsrdə bildiyimiz kimi Osmanlı dövləti hələ yox idi. Kilsənin müxtəlif məzhəblərə bölünməsi, doğru cavabımız bu olacaq. 1054-cü ildə Xristian kilsəsi katolik və pravoslavlara, 1555-ci ildə isə katolik kilsəsi katoliklərə və protestantlara bölünmüş oldu.
Şərq ərazilərinin xaçlı yürüşləri təşkil edilməsi, bu da yanlış bənddir. Çünki xaçlı yürüşləri 11-ci əsrin sonlarında, 90-cı illərində başlamışdır. Bizans imperiyasının türk dövlətləri ilə mübarizə aparması, bu da yanlış bənddir. Çünki 16-cı əsrin 50-ci illərində Bizans imperiyası artıq mövcud deyildi. Doğru cavabımız olacaq C bəndi. Növbəti suala fikir verək. Reformasiyanın nəticələrindən deyil. Deməli, təhsilin dünyəvi mahiyyət daşıması reformasiyanın birbaşa nəticəsidir. Milli dövlətlər dövrünə keçidə şəraitin yaradılması, bu da reformasiyanın nəticəsidir. Kalvinizmin yaranması reformasiyanın nəticəsidir. Ancaq Kalvinizm Almaniyada yox, Fransada yaranmışdır. Ona görə 3 səhvdir. Kapitalist iqtisadi sistemin əsasının qoyulması reformasiyanın nəticələrindən biridir. Almaniyada siyasi dağınıqlığın rəsmiləşdirilməsi. Düzdür, bu dövrdə Almaniya siyasi cəhətdən dağınıq halda idi. Ancaq onun rəsmiləşdirilməsi 30 illik müharibənin sonunda olan Vestfaliya sülhünün nəticəsidir. Burada doğru cavabımız olacaq. Deməli, 3 və 5. B bəndi. Növbəti suala diqqət eləyək. Reformasiyanın başlamasının səbəbləri siyasi və iqtisadi səbəblər. Bayaq biz mövzunun əvvəlində də bu məqamlara toxunmuşduq. Güclü kral hakimiyyətinin olması yanlış bənddir. Çünki Almaniya bu dövrdə dağınıq halda idi. Ölkənin knyazlar və hersoqlar arasında bölüşdürülməsi doğru olacaq. İndulgensiya, cənnət qəbzləri alverinin genişlənməsi bu reformasiyanın başlama səbəbidir. Ancaq dini səbəbdir, siyasi səbəb deyil. Kilsənin latın dilini məcburi yayması, bu da reformasiyanın başlama səbəblərindəndir. Ancaq sosial səbəbdir. Burada birdə olacaq B. 2-də iqtisadi səbəblərdə insarçılıq və rüşvətxorluğun yayılması doğru bənddir. Kralın knyazlardan ağı vergi tələb etməsi, yəni vahid kral hakimiyyəti, güclü kral hakimiyyəti olmadığına görə knyazlardan belə bir vergi tələb etməsi real deyildi. Qızıl mədənlərindən gələn gəlirlərin kilsə tərəfindən mənimsənilməsi, yəni iqtisadi səbəbdir, doğrudur. Almaniyanın xarici bazarlarda Fransa və İspaniyadan geri qalması, düzdür, Almaniya xarici bazarlarda bir sıra ölkələrdən geri qalırdı. Ancaq Fransa İspaniyadan yox, İngiltərədən, İtaliyadan və Hollandiyadan geri qalırdı. Ona görə D bəndi də doğru olmayacaq. Burada doğru cavabımız olacaq. 1-də B, 2-də A, C, ümumilikdə cavabımız D bəndi olacaq. Növbəti suala diqqət eləyək. Almaniyada Martin Luther və Thomas Münster. Martin Luther indulgensiya alverinə qarşı mübarizə aparması, bəli, birbaşa reformasiyanın başlama səbəblərindəndir. Roma papası 3-cü Innokentiyə qarşı çıxması. Martin Luther Roma papasına qarşı çıxıb, ona qarşı mübarizə aparıb, amma bu zaman Roma papası 3-cü Innokenti deyildi. 3-cü Innokentinin fəaliyyəti 12-ci yüzilliyin sonları, 13-cü yüzilliyin əvvəllərinə təsadüf edir. Worms şəhərində papanın nümayəndələr tərəfindən həbs edilməsi, Worms şəhərində toplantı keçirilir. Martin Luther'in həbsi barədə, tərəfdarların həbsi barədə qərar verilir, ancaq o həbs olunmur, ona görə yanlış bənddir. Thomas Münsterdə diqqət yetirsək, varlı şəhərlərlə birlikdə mübarizə aparması yanlış fikirdir. Thomas Münsterin ətrafında olanlar kəndlilər və şəhər yoxsulları idi. Ona görə A bəndi səhvdir. Feodal qaydalarını silahlı mübarizə yolu ilə həll etməyə çalışırdı. Doğrudur və ona görə 1524-25-ci illərdə üsyan təşkil elədi. Saksoniya knyaz tərəfindən himayə olunan isə Martin Luther idi, Thomas Münster deyildi. Deməli, doğru cavabımız olacaq 1-də A, 2-də B. Ümumilikdə cavabımız Y bəndi. Növbəti sualda reformasiya hərəkatının və xaçlı yürüşlərin nəticələrinə aid ümumi cəhəti müəyyən edin. Müstəmləkələr və dəniz ticarəti uğrunda mübarizənin aparılması. Bu, böyük coğrafi kəşflərə aid olan bir məsələdir. Milli şuurun yaranmasına şəraitin yaradılması. Bu, ancaq reformasiya hərəkatının nəticəsidir. İslam dünyasının elm və mədəniyyət sahələrindəki nailiyyətlərinin qərbə ötürülməsinə zəmin hazırlaması. Bu, xaçlı yürüşlərinin nəticəsidir. Aralıq dənizi sahillərində xristian dövlətlərinin yaranması xaçlı yürüşlərinin nəticəsidir. Roma papasının Avropadakı nüfuzuna zərbə vurulması həm reformasiya hərəkatının, həm də xaçlı yürüşlərinin ümumi cəhətidir. Hər iki hərəkatda, prosesdə Roma papasının iç üzü ortaya çıxmışdır. Doğru cavabımız olur Y bəndi. Növbəti sualımızda Augsburg sazişi və Vestfaliya sülhünə aid olan məqamlara nəzər yetirək. Azad kəndlərin təkmili alına salınması bu Augsburg sazişindən əvvəl aiddir. Augsburg sazişi bildiyimiz kimi 1555-ci il, azad kəndlərin təkmili alına salınması isə 1524-25-ci illər kəndli hərəkatından sonra baş vermişdir. Almaniyada dini müharibələrə son qoyulması Augsburg sazişinə aiddir. İngiltərədə Anglikan kilsəsinin yaranması 16-cı əsr olsa da Augsburg sazişi Almaniya ərazisində imzalanmışdır. Yəni C bəndi də yanlış bəndi olur. Vestfaliya sülhü. 300-dən çox Alman
dövlətinin müstəqilliyinin tanınması Vestfaliya sülhünün şərtidir. Katolik kilsəsinin rəsmi olaraq bölünməsi bu Augsburg sazişinə aiddir, Vestfaliyaya aid deyil. Müəyyən qaydalara əsaslanan dövlətlərarası münasibətlər sistemi əsasının qoyulması Vestfaliya sülhünə aiddir və bundan sonra uzun müddət status quo mövcud olmuşdur. Yəni bu bənd Vestfaliya sülhünə aid olur. Doğru cavabımız deməli 1B, 2A, C. Növbəti sualımız uyğunluq gözlənilmişdir. Almaniyada kəndli müharibəsinin məğlub olması, təhkimçilik qaydalarının yumşaldılması yanlış fikirdir. Təhkimçilik qaydaları daha da sərtləşdirilmişdir. Kilsə başçısına çevrilən knyazlar Roma papasına vergi ödəməli idilər Vestfaliya sazişinə görə. Xeyr, artıq reformasiya hərəkatı dönəmində və 30 illik müharibədə Roma papasının nüfuzuna böyük zərbə vurulmuşdu və Vestfaliya sülhü imzalanarkən Roma papasının artıq imzasına ehtiyac yox idi. Ona görə yanlış fikirdir. Roma papası İsa cəmiyyətini yaratmışdır. Reformasiyaya qarşı mübarizə məqsədilə doğru fikirdir. Deməli, reformasiyaya Roma papasına qarşı olduğuna görə bir çox ərazilərdə artıq Roma papası nüfuzunu itirmişdi, gəlir mənbələrini itirmişdi. Ona görə qisas almaq üçün İsa cəmiyyətini yaratmışdır. Thomas Münster'in başçılıq etdiyi qruplar reformasiyanın sosial islahatlar ilə aparılmasının tərəfdarı idilər. Yanlışdır. Thomas Münster silahlı mübarizə yolu ilə işlərin görülməsini istəyirdi. Sosial islahatları Martin Luther istəyirdi. Reformasiyanın yalnız silahlı mübarizə yolu ilə keçirilməsinə qərar verildi. Worms toplantısında yanlış fikirdir. Worms toplantısında Martin Luther və onun tərəfdarlarının həbs olunması qərarı qəbul edilmişdir. Burada doğru cavabımız olur C bəndi. Növbəti suala diqqət yetirək. Avropada reformasiya dövrünə aiddir. İmperator 5-ci Karl knyazlardan fərqli olaraq reformasiyaya qarşı mübarizəyə başladı. Bəli, A bəndi doğrudur. İtaliya və İspaniyada Katolik kilsəsinin reformasiyaya qarşı mübarizəsi uğurlu olmuşdur. Burada Katolik kilsəsi nüfuzu hələ də qalmaqda idi. Ona görə İtaliyada və İspaniyada kilsənin fəaliyyəti uğurlu olmuşdur. Ona görə B bəndi yanlışdır. Protestant islahatı qadınların cəmiyyətdəki yerində kəskin dəyişikliklər yaratmadı. Yəni qadınlar əvvəlki mövqeyində qaldılar, tamamilə hüquqsuz qaldılar. Böyük Azadlıqlar Xartiyasının qəbul edilməsi ilə Almaniyada reformasiya hərəkatı başladı. Böyük Azadlıqlar Xartiyası İngiltərədədir, 13-cü əsrdədir. Almaniyada isə reformasiya 16-cı əsrdə başlamışdır. D bəndi yanlışdır. Katolik kilsəsi tərəfindən ilk dəfə İnkvizisiya məhkəməsi yaradıldı. İnkvizisiya məhkəməsi ilk dəfə 11-ci əsrdə yaradılmışdır. Yəni bu dövrdə artıq var idi İnkvizisiya məhkəməsi. Ona görə doğru cavabımız olur A bəndi. Növbəti suala diqqət yetirək. Hadisə nəticə əlaqələrinin yanlış verildiyi bəndi və yaxud da bəndləri müəyyən edin. Worms toplantısında Luther və onun tərəfdarlarının əleyhinə qərarlar qəbul edilmişdir. Bu doğru fikirdir. Augsburg sazişinə görə təbəələrə öz dinlərini seçmə hüququ verilmədi. Öz dinlərini seçmə hüququ ancaq knyazlara verilmişdi. Ona görə 2 də doğrudur. 1572-ci il qətliamı və Almaniyada protestantların kütləvi qətliama məruz qaldı. Yanlış fikirdir. Almaniyada 1524-cü il kəndli müharibəsi, şəxsən azad olan kəndlilər təhkimli halına salındılar. Bəli, doğru fikirdir. 95 tezisinin elan edilməsi, kilsənin yenidən qurulması uğrunda mübarizə başladı. 1517-ci ildə Martin Luther'in bu tezisləri kilsənin qapısına asması ilə bu mübarizə başlamış oldu. Burada doğru cavabımız olacaq yalnız 3Y bəndi. Növbəti sualımız. Xəritədə ulduzla fərqləndirilən dövlətin reformasiya hərəkatı dövrünə aiddir. Xəritədə ulduzla fərqləndirilən dövlət İngiltərədir və biz İngiltərənin reformasiya hərəkatı dövrünə 16-cı əsr tarixinə aid olan hadisələri tapmalıyıq. Burada A, B, C, D bəndləri hamısı İngiltərəyə aiddir. Ancaq burada dövr fərqi var. A bəndi 15-ci əsrdir, B bəndi 15 və 17-ci əsrdir, C bəndi 11-ci əsrdir, D bəndi isə 16-cı əsrdir, reformasiya hərəkatı dövründədir. Söhbət Anglikan kilsəsindən gedir. Doğru cavabımız olacaq. Düzdür, reformasiya hərəkatı dövründə protestantlara qarşı kütləvi qətliamlar törədilib. Ancaq o İngiltərədə yox, Fransa ərazisində törədilmişdir. Ona görə doğru cavabımız olacaq D bəndi. Növbəti sualımız. Xəritədə ulduzla fərqləndirilən dövlətlərin 16-cı əsr tarixinə aid ümumi cəhət. Xəritədə ulduzla fərqləndirilən dövlətlər İspaniya və İtaliya dövlətləridir. Ərazilərində Lüteran kilsəsinin geniş yayılması bu Almaniyada olmuşdur. Ona görə A yanlışdır. Dünya səyahətlərinin həyata keçirilməsi ancaq İspaniyaya aiddir. Bizdən isə ümumi cəhət istəyir. Cənubi Amerikada bir sıra ərazilərə sahib olması ancaq İspaniyaya aiddir. Qara ölüm adlanan epidemiyanın yayılması bu təxminən 14-cü əsrdə baş verən bir məsələ idi. Avropanın əksər ölkələrində yayılmışdır. Ona görə doğru cavabımız deyil. Roma papasının reformasiyaya qarşı mübarizəsinin uğurlu olması.
Bayaqki suallarımızda da var idi bu məqam. İtaliyada və İspaniyada Katolik kilsəsinin nüfuzu üstün olduğuna görə Papanın reformasiyaya qarşı mübarizəsi uğurlu olmuşdur. Doğru cavabımız olacaq Y bəndi. Növbəti sualımız. Xəritəyə əsasən Lüteran və Kalvin kilsələrinin yarandığı əraziləri müəyyən edin. Lüteran kilsəsi bildiyimiz kimi Almaniyada yaranmışdır. Kalvin kilsəsi isə Fransada yaranmışdır. 1. Almaniya, Lüteran kilsəsi. 2. İngiltərədir. Cavabımız deyil. 3. Fransa, Kalvin kilsəsinin yarandığı ərazi. 4. Rusiya. 5 isə İspaniya. Burada doğru cavabımız olacaq 1 və 3. A bəndi. Bizim izahlarımız bu qədər. Diqqətinizə görə sağ olun. Təşəkkür edirik Talib müəllim. Ətraflı izahınıza görə həm mövzu ilə bağlı məlumat verməyiniz, həm də testlərdə o mövzu ilə bağlı məlumatları daha da genişləndirməyiniz yəqin ki, müəllimlər üçün çox faydalı olacaq və ümumiyyətlə bu mövzu bundan sonraki tarix fənlərinə dair olan dərslərdə də ətraflı bütün mövzulara toxunulacaq. Təşəkkür edirəm. Sağ olun. Əziz müəllimlər, biz bugünlük verilişi yekunlaşdırırıq. Növbəti verilişlərdə görüşənə qədər.